bu bayram günündə mən və Səlim, Rəhimə Sultan və Sultan Səlim gedirik şəhərə görə yarmarkaya girə biləcəyim və üstəzə sağlıq nə vaxt boğazım ağrıyır. Bu bayram günündə çıxa bilmədim. Dedim soyuq da olsa, qar da olsa, nə olsa 20'si bayram axşamı da 18'i də elə axır çərşənbədə çıxacam heç olmasa ikisindən birində şəhərdə çəkim. Nə olsun deyirsən saydığını say, gör fələk nə sayır, çıxa bilmədik. Qismət bugünmüş, bayramınız mübarək, süfrələriniz ruzlu, bərəkətli olsun. Çıxdıq şəhərin mərkəzinə, şəhərə demirəm. Çünki mama deyir ki, sən elə danışsan ki, ucu qarkən denk gəlsən. Sən də şəhərdəsən də, simvolik yasamal da şəhərin mərkəzi rayonudur. Nəysə, şəhərin mərkəzinə gəlib çıxdıq, çolkalarımı da kəsmişəm, amma gərək Orxanın yanına gedəndə deyim ki, ucun qulağını düzəltsin. Biraz belədən, pərçim elə. Pərçim deyəm, banka hissəsini düzəltsin. Bu dəfə özüm rəhlədim. Orxanı axtardım, mən tapadım. Məni Orxan tapanda ucu rəynləmişdim. Mütləq lazım idi. Yox, bu dəfə gedəndə sağ olsun Orxan mənim üçün saçlarını rəynləyib. Görən çolkamın ucunu düzəldə. Belə, şəhər elə boş tutdu. Heç adam gözünə inanmır. Görək, yarmarkada mı boş olacaq? Hamı çəkdirdirsə, hamı xırda-xırda videolar çəkib. İnanın, mən o videoları çəkib quraşdıra bilmirəm. Səbrim çəkib quraşdıra bilmirəm, səbrim çatmır. Səsləndir, o bursu, bu bursu. Mən ki, o da canı. Çəkdim, paylaşdım. Çəkdim, sonra həmin şeyləri oturursan 5 saat montajı. O demək deyil, dərhal paylaşdım. Onun da montajı sala istoriyadır. Burada nələr var? Deyirlər, Librafı qəşən kitablar gəlib, baxarıq. Musiqiyə görə YouTube yəqin ki, musiqiyə görə, musiqi səsləndiyinə görə YouTube deyəcək ki, müəllif hüquqlarını pozdu. Mənim nə günahım var. Burada sirabdır, baxın. Sirab. Orada da bilmirəm neyinlər, bir dəqiqə. Bu nədir belə, Səlim qoysa? Nəsə belə oyundur. Oluruq, tonqal əlimdə, bahar ürəyimdə. Günlər var, görürsünüz, şirinlər. Və daxil oluruq, belə qəşəng. İnanın, yeni ildə burada ayaq atmağa yer yox idi. Mənim uşaqlıq eğləncəyim. Və görək nələr var. Tamı tərifləyir. Boşluqdur şükür. Yoxsa burada qışda mən çəkə bilmədim heç nə. Heç bir şey. Gözdə şabalı, Coca-Cola. Burada nəymiş? Görək maraqlı bir şeylər tapırıq mı? Hər zamanki kimi kokteyllar filan. Bura nə? Burası nə? Bilmədim nədir, bijuteriyadır. Və orada qəşəng belə şəkil çəkdirmək olar. Belə hamı şəkil çəkdirir. Burada nədir? Adlarını tapa bilmir, amma nədir burada? Crazy Bubble. Yangoda belə şəkil çəkdirmək olur. Görün nə maraqlıdır. Tak. Burada dondurma da boğazımız ağrıyır. Mənə dondurma olmaz. Tricelikdə oçuruzdım. Buraya gerek xırta. Ya alıram xırta Səlim. Dayıq belə. Qardaş belə qəşəng orada düzəldir kartuşkanı. Sonra baxın belə bir dənə yağlı belə yerdə görürsünüz. Pişirir. Sushi'də orada tricelnikdir, bubble tea'dir. Bir yaşlı. Mən sən belə. Midyeler var. Çubuk toyuktu bu. Duba çokolayetsi. Görən nələr var orada. Baxaq. Kardeşi Səlim yenəcəm. Səlimdən çəkərəm ki, artıq demək olar ki, çıxardım onu. Həzm rahatdən keçirdi. Burada nədir? Dubai kofesidir. Hə, bildim nədir. Bir saniyə. Çəkim, deyirəm bir saniyə.
Dubai Chocolate görək nədir? Dubai Chocolate, Dubai kafedir. Görək nədir burada? Vegan. Salam, bunların biri neçəyədir? 8 manat. Bəs Dubai çikoladının özü? 24. Bunlar 8-dir. Bəs bu? Aha. Bir şeyler var. Gel Səlim, sən şirin şey yemirsən, onu sufrası çəkirdim. Səlim belə hara gəldi? Yaxşı. Burada tavuk pilavdır. Bir də Səlimin adətidir. Onsuz da şirin şeylə arası yoxdur. Çəkək, sonra görək nələr var, alaq. Köftə etmək, keçən dəfə bizə gəlir, oralarda oturmuşdu. Burada bubble waffle'dır, magnoliyadır. Magnoliyalar baxın 4 manatdadır. Yəqin magnoliya alaram, gəlib. Görün nə qəşəng. Görürsünüz, ha, isti şokoladdır. Magnoliyalar neçəyədir? Çiyələkli şokoladda 6, Oreo 7, fıstıqlı və Dubai şokoladlı. Bir də çiyələkli. Çiyələkli bu ilə bu 6, bu 7, bu 8. Bu neçədir? 10. 8 hə. Bir dənə şokoladlı Magnolia aldıq. Qaşığı, salfetkası və vizit kartı. Bir adına baxacağıq. Gördüyünüz kimi fettuccinadır. Kumpir var. Burada Mr. Shawarma var. Burada nə var? Fettuccinalara baxaq. Bakalım fettuccinalara. Belədir fettuccinalar. Litvayında var. İçmək. Litvaya spirtli içkidir əslində. Çox dadlı olur Litvayin bu arada. Əldaha nəfəsi Mr. Shawarma. Burada kebablar var. 5 manatdan başlayır kebabların qiyməti. Mr. Shawarma'da. Orada puşkalar, balaca ponçuklar var. Sütlü mısır var. Gəlin oraları da çəkək. Közdə şabalıd var. Keçən dəfə biz orada oturmuşduq. Dadlıydı, amma sadəcə oturmaq zülüm idi. Yəni çirk idi hər tərəf. Yadınıza gəlirsə. Burada lokmalar var. Bu paşa dönərdir. Döner, burger, hot dog, shawarma. Krevetka kebabı var. Shawarmadır. Noodle pandadır. Bu noodle nədir? Hələ də mən anlamamışam noodle nə olan şeydir. Məsələn, pankek kimi bir şeylərdir, yox. Noodle budur, hə, vegetarian noodle. Noodle belə vermişlər kimi bir şeydir, inanın bilmirdim. Bum karamel. Deyirlər, mən bilsiz nəyə axtarıram? Quba şirin axtarı olmalıdır, tapa bilmirəm. Burada nələr var? Yeni dad, həlim, tostu. Burada nə? Elim test oturdu. Dondurmalı kruasan, boğazım ağrır, yoxsa dondurma yerdim. Sandviçlər. Nə qəşəng oğlan əl eləyir bizə. Burada nədir? Burgerlər var, soslar, içkilər, Coca-Colalar. Burada bayramımız mübarək. Burada Salt aksesuaristdir, aksesuarlar var, qəşəng, görünə qəşəng. Təbii əl işləri var, belə qəşəng. Təbii daşlardan, təbii əl işləri, yəni təbii daşlardan. Burada qadan alaram, nə qəşəng adı var, qadan alaram. Gəncə məhsulları, Gəncə Hə, nə də deyirəm, nəsə tanış gəlir o söz, qadan alaram. Gəncə məhsulları. Gəncə paxlavası çay, Gəncə dolğası var. Gəncə kətəsi qutab var, yağlısı var, xamalısı var. Çəkək gəlib alacağıq, hələ ki çəkirik. Burada yenə aksesuar olan bir yer var, zərli. Burada İtalyan sandviç var. İtalyan sandviçi. Adından göründüyü kimi birini qəşəng bəzədilib. Burada nə var? Türk çikolatalı, colorful New York waffle, breakfast waffle. Menüye bakın, vegan.
Manipura. Manipura nəymiş? Nəymiş Manipura? Pahlava, şef roll, Rafael roll, falafel roll, Rafael nəymiş? O chocolate. Orada da görürsünüz nə qəşəngdir, şəkil çəkdirmək olar. Nargis Xuntan başçılığı ilə də, təşkilatçılığı ilə də. Nargis Xuntan. Burada nədir? Çilbab. Çilbab nəymiş? Salam. Burrito, ayran, şalgam. Burada nədir? Vegetarian and vegan cafe bar, club and restaurant. Tak, o sizdə nədir elə? Çipak, pendir. Yegan və ilk dəfə balıqları. Dönər kimidir elə? Bəli, dönər kimi ətin əvəzi peynir. Neçə olur? 7 manat. Maraqlı. Alın. Bir dənə zəhmət olmasın. Bu da çibabdır, yəni çibab. Hə, yəni ki, cheese kebabı. Cheese kebabı. Yəni pendir kebabı da cheese'in cheese'idir. Bab da yəqin kebabın babıdır. Yəni ki, dönər formasında belə olacaq. Dillər çox dadlıdır. Bu cavan oğlan deyir ki, xanım çox dadlıdır. İndi dadını Səlimlə baxacaq. Amma bizə çoxlu salfetkalar verərsiniz. Bu cavan oğlan hər yanı bulur. Mən də bunu yuanca qurutmaq var. Maraqlıdır. Hə, zəhmət olmaz. Görürsünüz? Belə doldurur indi. Dönərdə. O nə qoydu ora? Deməli qoydu mayonez, lavaş. Lavaşdır da, hə oğlum? Bəli, bu göyərtili lavaşdır. Nə lavaşı? Göyərtili. Göyərtili lavaşdır. Sosdur. Kələm, nə kələmi idi onun adı? Iceberg kələmi idi. Turş xiyardır da öyle. Turş xiyar, pomidor. Və bu çibab. Cheese kebab. Cheers kebab. Cheers. Cheers kebab. Cheese. O deyirlər cheese. Cheese kebab. Çibab. Bir dönər kimi olur. Baxaq. Səlim göy maraqlıdır bax. Gör qaqaş neyini. Sənin üçün o qaqaş yox, bu bir qaqaş eləyir. Gör necə pişirir bax. Marağı yoxdur keçinə. Ay Səlim bir marağın olsun da. Səlimi dünya aləm vecinə deyil. Səlimi qoyub rəhmə incitsin. Səni qoyub rəncamman mı bu inikdəsin? Belə doğrayır. Dönər kimi. Tamamilə eyni dönər. Və əsas odur ki, bu yarmarkada çox yerdə kartla ödəmə olur. Bəli. Əvvəlki illərdə kartla ödəmə biraz çətin söhbət idi. Hə, onu da doğradığını qoydu oraya, görürsünüz. Prosesi sizin üçün çəkirəm. Qədrimi bilin. Heç kim prosesi çəkmir. Sonra nə qoydu oraya? Yenə kartofil free və pomidor. İndi Səlimlə anabala yarı-yarı yiyəcəyik. Amma sən yedizdə suyu dağıtmır. Sən də köynə yumaq olur, bunu yox tutamıyorum. Bu da çəkilişin ortasında kulis arxası söhbətlər Səlimlə. Yenə də o kələmdən yenə mayonez və rulet alması olacaq. Pendirli sosdur. Nə maraqlı lavaşdır, göyərtili lavaş. İlk dəfədir görürəm. Arzu tutarıq Səlim. İlk dəfə yiyilən ki, arzu ilə yiyilən. Və hazır çibab. Süper. Qeyri-adi dad, ləzzət. Süperdir, süper. Gəlin alın bu. Çibab. Çikabab, çibab. Tamam. Çox dadlıydı, gəlin alın. Çibab, kebab. Çox dadlıydı həqiqətən. Oğlanlar da çox mehriban idi. Sağ olsunlar. Dilək kurabiyələri var. Burada Chinese menü var. Chinese menü. China'nın, deməli Çinin food menüsü nə var burada? Noodles. Noodles vermiş elə deyirlər. Bəli. Hə. Fried rice. Ərişdə kimi. Baxıram vermiş elə oxşayır ərişdəyə də. Bu başa düşdük. Azad chicken slice nədir?
Hə, dilim. Da dumpling-lardı, qəşəng belə qutab kimi, belə qəşəng. Gürzə kimi, bizim yerli gürzə kimi. Chinese food menu. Burada özü çayla özündən gəlib şefləri. Görün nə qəşəng pişirir, biraz çəkək pişirməklərini. Onlar da Show them. bu ərişdələri qızardır, hə? Bəli, öz tavalarında. Hə, öz tavalarında. Xüsusi tavada, hə? Bəli. Sonra bu tərəvəzləri yanılmıramsa qatıb qızardacaq. Bəli. Bunlardan biri hansı alınacaq? Bunlardan bu alınacaq, amma şeydir, tərəvəzləri tam bişirmirlər, yəni qızartmır. Ala qızarmış olur. Bəli, yarı qızarmış olur. Hə. Bura adı elə Chinese food mu? Like Chinese food. Neçə olur məsələn? Hə, də qiymətlər var, də qiymətləri də göstərim sizə. Gəlin alın, biz toxuq yoxsa alıb yeyərdik. Kim alırsa nuş olsun, əllərinə sağlıq şefində. Səlim oxşayır. Mənim oğlum da onlara oxşayır. Gözləri kim adamıdır, oğlum da onlara oxşayır. Səlim sən oxşayır, bax, şef sən oxşayır. Mənim oğlum Asiyalılar oxşayır ona görə. Oldu. Çok sağ olun. Thank you. Bye. See you. Bayramınız mübarek. Happy holiday. Happy Nowruz. Sağ ol. Azərbaycanca da bilir. Gəldik Quba burması. Gəlin qiymətlərini öyrədim. Baxaq, Quba burması, Quba sarması, Quba halvası, Quba paxlavası, Qubanın özündən birdəndir. Bu burma olar. Bu indi bunlar hansıdır? Diş qavatlıdır. Yox, bunun adlarında. Bu paxlavadır. Halvasıdır. Bunlar nədir? Bu burmadır. Bu sarmadır. Bu bükmədir. Bunlar da paxlavadır. Bunlar da paxlavadır. Bu da Bunlar eynidir. burmadır. Pişmişdir. Hə, bildim. Çıxdıq artıq buradan. Sən məni, saxla məni, yayda cücərdərəm səni. Hə, deməli çıxdıq oradan. Çox güman ki, müəllif hüquqları olacaq. Çünki musiqidir. Linkini, TikTokumun linkini bərkidəcəm. Həm infoboxda, həm də ki, mesaj, rəy, yorum bölümündə. Linkdən keçid edərsiniz TikToka, baxarsınız dəqiqliklə. Ola bilsin bütün vlog kimi paylaşım. Orada müəllifi musiqiyə görə müəllif hüquqları çox olmur. Düzdür, TikTokun da öz tutmaları olur, amma
yenə də və yaxud da ki, xırda-xırda, əgər burada müəllif hüquqları musiqiyə görə olarsa, Səlim də kef eləyib, üstdən başdan çıxdıq yenə. Bir izləyicimi gördüm, Ayşə xanım da, Ayşə dedi ya, Ayşən dedi, dəqiqliklə xatırladı, dedi, məktəb vaxtlarından baxıram. O günləri Qəndəb xanımı görmüşdük. Sonra bir xanım mənə yazmışdı ki, Gülşən xanım idi adı. Biz Baksovetdə görmüşdük. Tam olaraq xatırlamadım. Sonra düşündüm. Baksovetdə deyəndə ki, deyəsən ya Four Season'ın yanındaydı. Ya Hindistan festivalı deyəsən orada görüşmüşdük. Gülşən xanım yazsın dəqiqliyi ilə harda Baksovetdə. Yəni belə yaxınlaşırlar, yadımda qalmır. İnanın, yaxınlaşın. Mən sevinirəm sizlər mənə yaxınlaşanda. Amma sizi sonra kimin kim olduğu olanda yadımda qalmayanda incimin canlarım mənim. Sizləri çox sevirik Səlimlə. Gülşən xanım da yazsın ki, kimdir. Sonra bir dənə qonşuluqda məktəbli oğlan idi. O da bizi tanımışdı. Adı Mir Həsən. Hamınıza salam göndərirəm adlarını çəkdiklərimə və çəkmədiklərimi. Sizlər də yaxınlaşın. Amma Səlim məni biraz dartır ora-bura. Ona görə üzürlü sayın. Sizləri sevirik. Gəlmişkən, gələk buradakı şənliyi də, içəri şəhərdəki şənliyi də çəkək. Baxın artıq orada qədimi adət-ənənələrlə olan, əsasən güləşdir, belə akrobatik hamısıdır, göstərirlər. Maşınlar. Indi bura. Biz oradaki yarım saatten sonra tekrarlanacak. Biz sonuna çattık. Ne çekebildimse çekebildim. Ve dahil olaq bu yarmarkaya. Novruz Qalası adı. Görək nələr var. Burada bir qəşəng bujular var. Təbii daşlarla var. Qəşəngdir. Coral var. Mirvari ilə. Güzəllər baxın. Burada da var Kaşbakı'nın. Görün nə qəşəngdir. Sonra burada belə kukuruzlardır. Nədir? Üç qulaq paxlava. Adı üç qulaq paxlavadır belə. Tərsinə. Qax tərəfində də deyəsən Qəbələ. Qəbələ tərəfində üç qulaq belə paxlavalar.
Burada xırtxırtlarda bayaq şey, yine magnoliyalarda bayaq biz aldıq yedik. Burada artıq konsertdir. Balacadır buranın yarmarkası. Səlim icazə versə konserti çəkəcəm. Mən heç bunları görməmişəm. Görün nə qəşəngdir. Bu yanılmıramsa ya Fərhad və Şirin olmalıdır. Ya da Leyli Məcnun. Çox güman ki Fərhad və Şirinnəndir. Yanılmıramsa. Ya. Mama qırbağa çox soğukdur. Əllərim görün necə donub. Qıpqırmızı olub. Gərək gedim evdə krem falan çəkim. Lapaya qızarıb, şaxta vurub, dərim qurudum. Mənim dərim nadir halda quruyar, amma soyuq olduğu üçün quruyub. Bu mağazanı sevirəm. İçində olmamışım, yəni ornament, buradakı kompozisiyalar, ornamentlər, dizaynına görə Məşhədi İbad və Qaynana. Bir də onlar. Bunların üçünü də mən çox sevirəm. Burada da əllə vurma olmaz, sanki əsildir, amma nardır. Qaynana da öz məşhur sandığının üzərində. Burada da Azərbaycanın simvollarından biri nar. Binanı çəkməsəm olmaz hər dəfə gələndə. Xoşum gəlir bu binada. Burada əl qoymaq lazımdır. Həyatına sevgini, xoşbəxtliyi gətirmək lazımdır. Sevgiyə aiddir, elə deyirlər. Mən də indi soyuqdan doğmuş əlimi qoyaram. Dəqiqə. Həyatıma sevgini və xoşbəxtliyi çəkirəm. Və belə də oldu. Həyatım sevgi dolu, xoşbəxtlik dolu olsun. Həyatımın ikinci baharı gözəl bir uzun ömür boyunca mənimlə olsun. Və belə də oldu. Səlimə də həyatına sevgini, xoşbəxtliyi çəkirəm. Səlimim sağ olsun, öz ikinci yarın tapsın. Həyatının baharını yaşasın bir uzun ömür boyunca. Oldu. Təşəkkür edirəm. Şükürlər olsun. Binanı çəkdik, manifestimizi etdik. Bugün bayram günüdür. 20'si 21'i bütün ritual manifestlərinizi edə bilərsiniz. 18'i də həmçinin manifestlərimizi etdik. Bu gözəl binanı çəkdik. Ornamentlərlə burada sevgiyə aiddir. Hər dildə yazılıb. Azərbaycancasını tapmışdım. Səlim qoymur, gözümdə görmür uzaqdan. Dartışdırır Səlim məni ona görə. Qəşəng kəlağaylar var. Kəlağay mı olmalıdır mı? Hə. Surşaq kəlağaylar neçədir, nə qəşəngdir. Saçaqları da var, rəngləri də baxın. Bu rəngini çox bəyəndim. Çox qeyri-adidir. Bu quş səsi çıxardan Səlimdən, amma mən kəlağaya çəkməyə cəhd göstərirəm. Kəlağayının birini götürdüm. Elə qəşəng sumuçkalar var idi, milli üzəri, milli ornamentlərdən. Biri var idi, Armani stildə, forması tamamilə Armani tərzində. Amma Armani yazılmamışdı, Armanilər olur, o tipli satırları. 45 manat idi və üzəri xalça kimi qəşəng idi. Biri vahşi xoşuma gəldi. Sonra var idi, 30 manata klaç var idi, 25 manata klaç var idi. Rusiyaya gedib başa çıxsaydım, kəlağay alardım, çanta alardım, Aksanı aparardım. Aksanı bizim milli adət-ənənələri, milli belə deyək də, milli dəyərlərimizi sevir.
Buradan da Kəlağaya əgər poçtla göndərsən, birinci üz astarından baxmış gəl. Sonra nə bilim Mədəniyyət Nazirliyindən laysens almalısan, icazə almalısan, nə bilim nə almalısan. Hə, amma belə Kəlağayı da özümün qiyimin içində aparıramsa problem yoxdur, keçirmək olur tamoşnyadan. Baş sala bilmirəm ki, satış eləmirəm, bir dənə göndərirəm, bir dənə ilə nə satış eləyəcəm. Təşəkkür eləyin ki, mən hələ onu Rusiyada tanıdıram. Yəni rəfiqəmi göndərirəm, o taxırsa Azərbaycan milli dəyərləri tanınır. Nəysə, inşallah ya qismət Rostova nə vaxt getsəm aparacağım, amma gələn ayda filan gəlib bu çantanı özümə alacağım inşallah. Sizlərin bu video kimin qarşısına çıxsa, məni ta əzəldən izləyən, takibə alaraq izləyən, takibə almayaraq izləyən, ilk dəfə izləyən hər kəsdən belə bir avalaca bir xahişim olacaq. Yəni böyük bir şey deyil, amma mənə xoş olacaq. Məni sevənlər və sevməyənlər onsuz da izləyirsiniz və təsadüfən qarşınıza çıxıb sevərək və sevməyərək izləyənlər yenə də izlədiniz. Çox xahiş edirəm, bir xoş nəsə edin bayram günündə savabdır. Bu da elə bir şey deyil. Takibə alırsınız məni, abunə olursunuz, takibə alırsınız, izləməyə alırsınız. İzləyicim, takipçim, abunəçim olursunuz. Follow, subscribe edirsiniz, follower, subscriber olursunuz. Nə dildə desəz, abunə olursunuz, abunəçim olursunuz. Yəni, neçə formada dedim, hansı sizə rahatdır. Sonra öz yaxın ətrafınıza bildirirsiniz, onları da cəlb edirsiniz. Bu ikinci xahişdir. Bu sadəcə mənə xoş olacaq bir şeydir, həm də səmimi. Və məni motivləşdirirsiniz, o gözəl barmaqlarınızla motivləşdirici kommentlər yazırsınız, rəylər, yorumlar ki, biz daha da qəşəng videolar çəkək, motivləşək. Sizləri də belə sevirəm. Nəysə, Səlimlə gəzdik, hər şəhərdən də çıxdıq. İndi gedək 77-yə minək də Səlim başıma oyun qarşıladı. Quş səsi çıxartdı, bilmirəm canı ağrıyır, bilmirəm quş səsi çıxardı. Səlim, nə olub sən ana qurban? Bilmirəm. Özü bilmirsə mən hardan bilim? Ay Səlim. Səlim uşqa. Xoş gəldin. Səlim. Səlimçik. Səlim uşqa. Nədir mama həyatı? Özü də bilmirəm, nə istəyir? Oradan yeraltı ilə keçək, oradan gedək, hara gedək? Meriyadır, şəhər meriyası və gedək 77-yə minək, gedək. Soyuqdur Səlim, deyir sual, amma soyuqdur, boğazı ağrıyacaq, ala bilmərəm, gərək başını aldadım o yandan keçim. Ona görə də baxın, kamera tərpənirsə, çünki mən özüm boğaz ağrısına təzə durmuşam, Səlim də aman günüdür boğazı ağrır.